Brüssel'de. İran Dubai şatı. 2 manat 50 qəpikdir. Bu da 5 manat. 16 manat budur. Yatırsan harda oldu. İşte bu böyle bir çeşit var. Böyle çeşit. Bu da 70 qəpik. Var. 1 manat 20 qəpik. Aşağı şey. Yok sen çəkmirik. Var neçə qardaş? Bu neçədir qardaş bu? Dostlar salam, hər vaxtınız xeyir olsun. Bugün gəlmişəm Lökbatan bazarına. Lökbatan bazarına vlog hazırlayacağım sizler üçün. Görə qiymətlər neçədir dostlar. Bura Lökbatanın bazarıdır. Lökbatan bazarı. Meyvə tərəvəz bazarı. Cürbəcür. Buradan geri içəri. Görə qiymətləri sorsa görə qiymətlər neçədir. Qarımızdan 1 manata, göbələ 3 manat. Salam əleykum. 5 manata böyükləridir. Sonra 2 manat 20 qəpiyə biberdir. 2 pomidor. Sonra qardallar da var burada. Ağa bu neçədir qardalı? Qardalı neçədir qardaş? Abi qardalı neçədir? 1.30. 1 manat 30 qəpiyə. Oradan gedək maraqlı olsun. Buradan başlayalım. Sezon. Ağa bunlar neçədir sazan baxlar? 8 manat. Paril neçədir paril? Paril 13 manat. 3.20 3.20 sərgən. Salam qardaş. 1.20-də yerpənək var. Yerpənək 1.20. Yok sen çəkmirik. Deyir məhsulları. 20 xiyar 3 manat. Qazaq pandoru qəpikdir. Tovuzundur. Tovuz kartoşkası 80'ə. Sarımsaq 5 manatdır sonra. 1.80'ə. 1 manat 20 qəpikdir. 1.50 1 manat. Bu nə qoydu? Bu maraqlı bir şey. Paxladır, paxla. Paxla var 1 manat. Paxla. 2 manat 50 qəpiyə bu civarlardır. Bunlar neçə qardaş? Bu neçədir qardaş bu? 2 manat. 2 manat. 25 qəpiyə. Fucedir bu yoxsa yox? 1 manat 50 qəpik. Şeydir. Olması kesin. Pink Lady'dir. 1 manat 50 qəpik. Göycə 5 manat. Qıza rəhmətdir 2 manat. Rəhmət Göycə 5 manat. Buradakı üzüm yarpağıdır 4 manatdır. Badam 5.70'ə. İran mağazasının 6 manat 50 qəpik bu adamdır. Pomidorlar bunlar da 2 manat 50 qəpik. Bunlar neçədir? Bunlar üzüm yarpaqları. Üzüm yapağı 4'e var, 5'e var, 6'ya var. Şanlı yapaqlar 10'a, 12'ye, 16'ya. Bu haram mı? Bakıb. Bakın kardeş, aşağıdaki salyan şanlardır. Kardeş bakın. Eyvallah. O kadar size bunları alırsın, 5'e yapalar. Kağıdım oğlum baktıra, arkadaş. Delistir. Var. 1 manat 20 qəpik. Aşağı şey var. Var neçədir? 2.80. Bir şey daha. İranında yaxşı məhsul. Tuna. 3.50 tuna Yaxşı məhsul. məhsul var. Var. 3 manat 50 qəpikdir. Bu zeytun yağından da. Bu tam 13 manatdır. Bu da 5 manat. 16 manat budur. 3 manat 50 qəpik. Bu şeydir. Bu da İranında. 3 manat 50 qəpik. Ballar var. Ballar. Sarkök. 7.50'ye. İstifadə edirsən də ondan. Bu arada 8 manat 7 manata bal. Əncir mürəbbəsidir. 5 manat əncir mürəbbəsi. İranında. Aşiniyyatlar, konfetlərdir. Çayda istifadə edir. Bunlar çay içmək üçündür. Bu şeydə nanəli. Sonra nə var burada? Burada İrandan gəlir. Burada intizar buna baxan ya. Ve konfetlər, şokoladlar da 6 manat 50 qəpiyə. İran məhsul. Bunlar da İran məhsul. Burada mısın? 6.50'ye bulardı. Araq üstü. Sonra
Əksər İran məhsulları dükanıdır. Bura bazarın içində olan Gökbatan bazarında. Bunlar da İranında. Bunlar nəhəng böyük. Elə qablaşdırmadır. Bura İran məhsul mağazası. Burada olsa görürük ki, bazarın içində yerləşən İran məhsulları dükanıdır. Bazarın içində yerləşir Gökbatan bazarında. Biraz yeri 5 manat. Burada da şey tatlı da. Bir şey yok, şey yumuşaq. 5 manat bir beləsi. Sefalı da var. Üstəlik. Üstlərdə. İran Dubai şəkli. 2 manat 50 qəpiydim. 2 manat 50 qəpiyə. kadar İranın özünə məxsus oturuşu var. Aha. Bu 5 manat konfet kaşığı. Təşəkkür. Bunlar da 1 manat 50 qəpik. Burada da var məhsullar. İran öz məhsulları. Şinyalar, pesenyalar da 5 manatdır belə. Qəşəng qabıdır. Hə, təşəkkür. Çıxmaq Pişmaniyə. Pişmaniyə. Mania, bu da 3.80'dir. Hə, çox məşhurdur. Acab 4. 3.80'ə. Bundan uşaq vaxtı biz yiyirdik. Uşaq pamukam yedik. Amma köynə dadı tam başqadır. Ha, o hesabı. O biraz kağız daha yumuşaq, zərfi. Bunlar nə? Ucuzdur bunlar isə. Bunlar da yəni münasib qiymətədir. Ucuzlu İran məhsuludur. Evet, 5 tanesi 1 manat. Götürəsə 1 manat. Yəni münasib qiymət. 20 qəpiyə. Bu da İran məhsuludur. Böyle 1 manat. Türkiyədə top şeydir, eti firmasıdır. Ha, burada Top bir çeşdir. kek. Bu bir çeşdir. Bu 40 qəpikdir. Dubai şokoladının böyle var. İran. 40 qəpik. Bu 50 qəpikdir. İran kukuruzu. Bu 6 manat 50 qəpikdir İran kukuruzudur. Hamısı var. Etiket hamısı. Şirkotun hamısı İrandır. Sonra bu 40 qəpikdir. Ha, bunlar balı bozdur. Ha, balı 3 tanesi 1 manat. 3 tanesi 1 manat. Bu 50 qəpiyyədir. 50 qəpiyə çay içməyə şəşin yaptı. Şişmiş dedi. 3 tanesi 1 manat. İçində 2 dənə limon. Bu süt olardı. Ha. İran istisna. Bu süt yatırsan hazır şey oldu. İşte bu belə bir çeşid var. Böyük çeşid. Bu böyüdür 70 qəpiyə. Hala. Belə bir İranın çeşidi var. Bundan da alım. 1.50'dir. Bu da İranlı. Şey. Sonra burada Bu da şinyaptır. Şinyaptı böyle. Burada Şinyaptı bu da İran məhsulu. 50 qəpiyə. Bu da şey, bu 50 qəpiyə soruş. Lütfə də var bir çay. 50 qəpik daha. 50 qəpik. Burada üstüne yazdıksa eyni qiymət əldə. Təkət saytına gətir. Bu 1 manat 20 qəpikdir. Yəni Rulet. münasibdir. Böyük ruletdən 1 manat 20 Münasib qəpiyə. qiymət əldə. Böyük ruletdən. Bunu marketdə baxa verirlər. Bu da 50 qəpikdir. Bunları. Sonra bu da ruletlərdir. Bunlar da 1 manat 50 qəpiyə. İran qiymətidir. 2 manat 50 qəpiyə bunlardır. Bu da 50 qəpikdir. Banan ürünləri. Şey, kofenin içine, çayla kofenin 70 qəpiyə. Yəni ucuz münasib qiymətdə belə baxırlar. Bunlar da 2 manatdır çiyələkdir. Sonra belə yüzü İran vasitələri var, şampunlar var. Bunlar da yürücü vasitələrdə. Bunlar keyfiyyətli olur. Bəli, bizdə istifadə edilir. 2 manat 50 qəpiyə. Keyfiyyətli olur bunlar. Bəli. İşte pervullar var, karışıklar var. 2 manat 50 qəpiyə qalmış. Şampunu 4 manat. Keyfiyyət həm münasib qiymət, həm də keyfiyyət. Münasib qiymət. Burada da yüzü vasitə var, İran şampunlarıdır, bax. Bu saç üstündə bəli. bu saç üstündə. Orijinal. Bax, sarımsaqlı. Qozlu. Güzelli. Bu qozludur. İkincisi de tam bu qozludur. 4 manatadır. 4 manata. Bunlar yeni gəlib. Bu Tomat yeni gəlib. 3 aylıdır. Burada şu saçaq şey değil bu. Saçı yox, mən də alıb istifadə eləmişəm. Yaxşıdır. Sarımsaqlı da yaxşıdır, saç tökməyə qarşı effektiv göstərir. Saçın tökülməyinə qarşıdır. Sabunlar var. Bu 1 manat 20 qəpik var. Bura yerləşir Gökbatanda.
Yan dükanları mağazası da bunlar da 2 manat 50 qəpikdir belə. Çok şeydir baba. Müalicəvi, yəni Bu tərkibli, yəni orijinal değil, maraqlı bir şeydir. Dərman da bu. tərkibli var. Ha, yağlardır bunlar. Yağlardır. Bitki tərkibli, yəni dərmanlar. Sarı pendir, kalbasa. Pendirlər var, kalbasalar var, İran. Bax. İran məhsulu. Bu. Kolbasa. Qədəfon təmiz, təbii, halal məhsul. Və belə qaymaqlar var. İran vermanı içəri 1 manat 20 qəpikdir bu. Gecah firması. Gecəhan. Bu da şeydir. Bu şey xurmadır. Çoxu çox vardır. Yəni İran məhsullar mağazası yerləşir Lökbatan bazarının içində. Buradan abunələrin varsa gəlib ola bilərlər. Pegah yağı. Güzel. Bu güllərdir Lökbatan bazarında satılan cürbəcür yüksəkdə güllər. Böyle şeydir, maraqlıdır bu cür. Dostlar oturmuşuq Lökbatan bazarında kafede 5 liraya çalınca oturuyorduk. Çalın ne kadar değil? Ankara'da yolda taşınıyor. 18 manat. Bir şiş kebap. Böyle limonatı, salatlı çorabı. 18 manat. Dostlar, Lökbatan videomuz sona çatdı. Bir de kısa video elədim Lökbatan bazarında. Maraqlıdırsa bəyənin, like verin, abunə olun. Başqa bazarlara da gelip çəkiliş edəcəm inşallah. Hələlik dostlar, növbəti videolarda görüşənəcək.